Ləriniz kalbimi kırdı resmen. Deyir ki, A və H təpəsinin arasında müxtəlif yollarının sayını tapın. Və müxtəlif yolların sayı necə tapırıq? A-dan başlayanlara 1 yazırım. B-dən başlayanlara B-yə bir dənə giriş daxil olub və B-nin çıxışlarına 1 yazırım. C-yə 2 dənə giriş daxil olub, üstündə 1 gətirib C-nin çıxışlarına 2 yazırım. D-yə 2 dənə giriş daxil olub, hərəsi üstündə 3 gətirib, üstünə 3 yazıram. Y-yə üstündə 1 yazıram. F 4 yazıram. F'in çıxışlarına 4 yazıram. 4. K'ya 5. 5'in də üstünə 4 gələndə 9. 5, 6. Bu da elədi. 19'sunda. Qalın ha, ay Sveta, qalın heç olmasa. Sonra 62-ci sual həm maraqlı sualdır. Baxın, burada reversi normalda biz həmişə formun altında görürdük. Amma indi görün reversi hardadır çocuklarım? Dövrün altında. Deməli, mən hər dəfə şey eləyəcəm. Nədir? Revers eləyəcəm. Gəlirəm, L sayıram 4 ölərdi. I alır ilk qiyməti 0. Bir ki, A-nın 0-cı elementi bərabərdir I üstə gəlsin 2-yə. Ay uşaqlar, I-nin qiyməti 0 daxı. I demir ha. I-nin. 0-ın üstünə 2 gələndə elədi 2. 0-cı element bərabər oldu. Baba, burada 0-cı elementimiz bərabər oldu 2-yə. Sonra revers elədi. Revers eləyəndə yeni siyahını buradan yazıram. 2, 2, 3, 4. Baba, buradan yeni siyahını da yazıram. Sonra i alacaq, 3-ə qədər qiymət alacaq. 1. Gəlirəm, A-nın birinci elementi bərabərdir. I üstə gəlsin 2. I-nin qiyməti 1-dir. 1-in üstünə 2 gələndə 3. Yeni siyahını, deməli, birinci elementimiz nədir bizdə burada? Zaten bu 2 idi. Birinci elementimiz də bu idi da. Sonra üzr istəyirəm. Gör, nəyin üstündə gedir müəlliməniz? Burada səhv elədi. Burada getməliyəm. 0, 1. Birinci elementimiz budur. Bu birinci elementimiz oldu neçə? 3. İndi bax, siyahımızı yenə tərsinə çeviririk uşaqlar. 4, 3, 3, 2. Sonra i gəlir alır, i gəlir alır. Hansı qiyməti? 2 qiyməti. A-nın ikinci elementi bərabər olur. I üstə gəlsin 2. 2-nin üstünə 2 gələndə 4. A-nın ikinci elementi nədir burada? 0, 1, 2. 3-ü nə ilə əvəzləyirik? 4 ilə. Sonra da tərsinə düzürük. Tərsinə düzəndə də nə verir bizə? 2, 4, 3, 4. Belə bir şey. Sonra i alır sonuncu qiyməti 3-ün. A, 3. Bu qapalı fiqur nə idi? Elementə müraciət eləməkdir. A-nın 3-cü elementi bərabərdir. I deyir, üstə gəlsin 2. 5 elədi. Deməli, 3-cü element 0, 1, 2, 3. 3-cü elementimiz nə oldu? 5 oldu. Gəlirəm bura. Deməli, nə edirəm? Yenə tərsinə düzürəm. 5, 3, 4, 2. Bax, bunu axtarıram ki, bu haradadır? 5, 3, 4, 2. Uşaqlar, haradasa mən səhv eləmədim. Köçürəndə nəyinsə içində və s. Baxın, görün, harada səhv elədim. Ay. A-nın 0-cı elementində i-nin üstünə gəlirik də düzdür 2. 2 oldu və tərsinə düzdür. Ay uşaqlar, mən burada tərsinə düzməmişəm. Birincidə. Heç nə eyb yox. Gəlin bu tərsinə düzməkləri yerinə yetirim. Qiymətlərini tapmışıq tərsinə düzməkləri. Görürsünüzmü? Bir dənə bir səhv getdi. Bax. 2-ni buraya yazıram və tərsinə düzürəm. Yeni siyahımız olur. 4, 3, 2, 2. Baba, bu da yeni siyahımız. Sonra birinci elementi 3 ilə əvəz edirəm. 0, 1. Elə 3, 3-də qalır. Amma yenə siyahın tərsinə düzürəm. 2, 2, 3, 4. Sonra ikinci elementi 4 ilə əvəz edirəm. 0, 1, 2. İkinci elementim oldu 4. Yeni siyahımız olacaq 4, 4, 2, 2. Sonra keçirəm bura. Üçüncü elementimizi 5 ilə əvəz edirəm. 0, 1, 2, 3. Üçüncü elementimiz 5 oldu. Sonra siyahın tərsinə düzəndə bu cür oldu. 5, 2, 4, 4. Və yuxarıda lap birinci siyahı ilə işləmişdim. Onu tərsinə çevirməmişdim. Niyə cavabımız səhv gedirdi? Dəyər sözünə uyğun olan şablon. Şablon ulduz nədir? Ulduz istənilən sayda simvolu əvəz edirdi. Sual isə cəmi bir dənə simvol əvəz edirdi. Məsələn, dəyər sözündə əyi var, amma D ilə N arasında hansısa mütləq bir hərf olmalı. Daxı yoxdur. Getdi.
Dəyər sözü 5 hərfli sözdür. Bunların hərəsinə bir dənə hərf qoya bilirəm. Bu 4 hərfli söz oldu. D, ə, baba bu uyğundur əslində. Burada da neçə hərflidir? 4 hərflidir. Getdi. D, ə, y, y, ər. Burada y ilə ənin arasında hərf deyir mütləq olmalıdır. Axı bizim hərfimiz yoxdur axı. Cavabımız oldu B variantı. Sonra düzgün yazılmış istinad. İstinad nədir? Ümumiyyətlə bizim A hərflə açılmalıdır istinadlarımız. Dırnaq içərisində yazırıq və teqimizi bağladıqdan sonra bu hissədə bu istinad e, keçid keçid edirik bura. Bir də ki, nəyinsə üzərinə klikləyir deyə, kliklədiyimiz yerdə məsələn oxu yazıram. Oxunun üzərinə klikləyərək buradan yazım dim.qovazını saytına keçid edirəm. Deməli, bizdə şərf image hərfinə işləmir. Atributu o deyil. A search eləmişik. İkisinin arasında burada da bir dənə yanlış oldu ki, bax bu tag burada bağlanmalı idi A variantında. B variantında isə bağlanır. 65-ci sual. 65-ci sualı elə 16-lıq say sistemində toplayıb vururam. Bayaq elə vurduq. 60, 26 vurulsun 32. Amma 16-lıq say sistemində. 2-ni 6-ya vurdum 12. 16-lıqda 12 ədədi var. Var. Nədir C? 2-ni 2-yə vurdum. Uşaqlar düz yazmış. 2-ni 2-yə vurdum. 4 yazdım. 3-ü 2-yə vurdum. 3-ü 6-ya vurdum 18. 18 16-lıq say sistemində yoxdur. 1 vurulsun 16. Burada qaldı 16, 18-dən 16-sını çıxanda neçəsi qalacaq? İkisi bayaqlarını görürsən, səhv yazmışdım. 1 yadda. 3-ü 2-yə vurdu 6, 1 yadda 7. C, 6, 7. Bunun da üstünə 15 gəlirəm. Deməli, 7, 6, C idi. Üstünə gəl 15. C'miz bizdə bayaq dedik neçədir? Ümid edirəm. Mələk buradasan? Bəli. C'miz dedik neçədir? 12. 12 üstünə 5 gəldi, 17. 17-nin içərisində də 16 yoxdur. 1 vurulsun 16 bərabərdir. 1, 1 də getdi yada. 6 ilə 1-i toplayanda 7, 1 yadda 8 varımızdır da. Orada bu nə idi bizdə? 1-dir də. Hə. 7 qutardı. Yadda yox idi ki. Deməli, aldım. Hansı ədədir? Onlar orada qalsın. Birdən səhv eləyərək geri qaydanda rahat olsun. Bu ədədimizdə biz ikilik say sisteminə çevirməliyik. İkilik say sistemində də 16-lıqdan 2-liyə keçəndə hansı qayda ilə çevirir? 8, 4, 2, 1. 7-ni almaq üçün nəyə ehtiyacımız var? 3 dənə 1-ə. 8-i almaq üçün 1, digərlərindən istifadə etmədim. 3 dənə 0. 1 almaq üçün 0, 0, 0, 1. Düzdürmü? İndi bunu da deyir ki, bu 16-lıqdan 2-liyə keçirdim. Çünki 16-lıqdan 8-liyə birbaşa keçid yoxdur. Sonra 3 bölməklə, 3 bölməklə. Üstünə yazıram 1, 2, 4. 1, 2, 4, 1, 2, 4, 1, 2. Deməli, bura oldu 1, bura oldu 0, 6, 3. 3, 6, 0, 1. Bu da oldu 8-lik say sistemində. Sonda 8-lik say sisteminə gətirməliyim. Hamı çıxır. İndi sonda görüm kim qalacaq. 66. 66-cı suala baxaq. Deyir ki, bu diapazonunda təsdiq edilib. Okey, qiymətini müəyyən edin. Deməli, S1-ə yazılıb hansıdır üstü? A1 üstə gəlsin. B, dollar 1. Köçürmə eləyirik. Hara? S1 D2 diapazonuna tətbiq edilir. S1-dədir zaten bu. S2-yə köçürəcəm, D1-ə köçürəcəm, bir də ki D2-yə köçürəcəm. Gəlin bunun hamısını köçürək. A, birdən hərf dəyişmədi, amma rəqəm dəyişdi. Olacaq neçə? 1-dən 2-yə getdi, 1 vayt artdı. B, hərf dəyişmir. Dollar 1-də də olduğu kimi qalır. C-dən D-yə gedəndə hərf artdı, B oldu. Rəqəm dəyişməyib, 1. Üstə gəlsin, B, hərf dəyişibmi? Hə, dəyişib, üzr istəyirəm. 1 vayt artıb. B-ni də 1 vayt artıranda oldu C. C, dollar 1. Sonra D-dən D-yə, C-dən D-yə gedəndə bir hərf artdı. Sonra 1-dən 2-yə gedəndə 1 vayt artdı. Üstə gəlsin, hərf artdı. Bu da dollar 1-dir. Bir qiymətini müəyyən edin. Qoyuram buradayım. A1 ilə B1-i topladı. Bura oldu 6. Düzdürmü? C2-nin qiyməti A2 ilə B1-i topladı. 4 ilə də 5-i toplayanda elədi neçə? 9.
S üçün qiyməti yoxdur. Sonra D1-in qiyməti. D1-in qiyməti neçədir? B1 ilə S1-i topladı. B1 ilə S1. B1-in qiyməti 5-dir. S1 11. Sonra B2 ilə S4. Uşaqlar, olmayan xananı biz həmişə demişik ki, Sveta nə götürürük? Ay Sveta. Sveta məni işdirsən? Qoyub məni gedib. Görürsən? Bəli, müəllim. Deyirəm ki, olmayan xananı biz həmişə neçə götürürdük? Sıfır götürür də müəllim. Aha. Burada da deyir ki, B2 sıfırda. Üstə gəlsin neçə? S1. S1-dəki 6-dır. Bu ikisini də toplayanda bizə nə verəcək? 6. Ən sonunda da deyir ki, bizə bax bunun cavabını tap. D1 bizdə oldu 11, D2 də oldu 6, bu da elədi 17. 67-yə baxaq. 67 biraz qarışıq sualdır. Belə deyək, çığırına düşsək gedirik. Bunu mən şey atacağım. Hə. 3 dənə, üçün də kəsişməsi var, yəni uşaqlar. 3 dənə dairə çəkir. Gör rəngini dəyişirdimi dairələr? Üç dənə belə dairə çəkir. Üçünün kəsişməsi, uşaqlar, üçünün kəsişməsi var. 20. Gedim dairələrin adını da yazın. Baba, bura 20-dir. Bura 20. Bu A dairəsidir, bu B dairəsidir, bu da ki C dairəsi. Deyir ki bizə, indi bax görək nə deyir. Və birinci buna. Deyir ki, A dairəsinin C-nin daxil olmadığı hissəsi 100-dür. A dairəsinin C-nin daxil olmadığı hissə, buradır. Buradır. Bura 100-dür. Bura 100-dür. C-nin daxil olmadığı hissə. Uşaqlar, bura 100-dürsə, C-nin daxil olmadığı hissə deyir 100-dür. A-nın özü də 140-dır. A-nın özü 140-dır. 100-ü buradadır, 20-si buradadır. Deməli, bax, bura qalacaq nə qədər? 20. Bura ilə bağlı, bura qədər gəldiyimlə bağlı kimisə problem var? Çocuklar. Xeyr. Hə, tamam. Sonra keç dedim, başqa görüm nə tapıram. Bunu burada saxlayıram. Hə. İndi keçirəm B-yə. Görək B-də nədir? B and not A. B-nin A-nın daxil olmadığı hissəsi var. Ancaq bu hissədən söhbət gedir. Bu hissə və bu hissə. Bura bizdə nə qədərdir? A-nın daxil olmadığı hissə. Yəni, bu. Not deyir ki, daxil. Bu hissə bizdə cəmi 40-dır. Vay. Bu hissə, bu hissə cəmi bizdə 40-dır. Baxıram ki, B-nin opşi nə qədərdir B bizdə? B özdə 140-dır. Uşaqlar, orada 80 gedir. Hə, neysə. Bir dənə də baxın. B-nin A-nın daxil olmadığı hissə, A-nın olmadığı hissə 40-dır. B də özü, A daxil deyil də bu x 40-dır. B də özü 90-dır. 90-dır. B özü 90-dır. 90-dan 40-ın çıxanda qalır 50-si. Sırf bu hissə 50-dir. 50-nin 20-si buradadırsa 30-da qaldı burada. Uşaqlar, əslində mən indi buradan görün nəyi tapa bilirəm. Geri qaydanda A-nın o hissəsini tapa bilərəm də artıq rahatçılıqla. Bir problemimiz yoxdur ki. Geri qaydıram. Geri müəlliməniz geri qayıtdı. Bir dənə A-nı yadımıza salaq. 140 idi. 140-ın neçəsi buradadır? 70-i buradadır. Deməli, bura qaldı 70. Bura qədər problemimiz var, çocuklar. Məncə yox. Aha, davam edirəm. İndi keçirəm C-yə. Deyir ki, C-nin B-nin olmadığı hissə, B-nin daxil olmadığı hissəsi 80-dir.
Bu 20 olan və bu hissəsi 80-dir C-nin. B daxil olması, yəni qırmızı olmadığı hissə 80. Gedin baxım görüm. Ə, C özü nə qədərdir? 130. 130-dan çıxıram 80-in 50 qalır. Baxın bu hissə bizdə 50-dir. 50-nin 20-si buradadırsa, bura deməli 30 qalır. Deməli, 20 burada, 20 burada, 30 burada. 50, 70 elədi. C özü nə qədər? 130. 130-dan 70-in çıxanda neçəsi qalır, gənclər? Hmm, çox istəyirəm. 60. Neçəsi? 60. Ay, sağ ol. Deməli, C-nin hissəsi, bu hissəsi oldu 60. Bir dənə də B-ni də yadımıza salaq. B-ni də yadımıza salaq. B özü 90 idi. 50-si buradadır, 30-u buradadır. Nə qədər qaldı B-nin bax bu hissəsinə? 90, cəmi 10 qaldı, düzdür? Or nə idi ay uşaqlar? Or hamısının toplamı deyildimi? Deyir, hamısını toplayırdıq da orada, düzdür? Heç nə, bunlar hamısını toplayıram. 70 üstə gəlsin, 30 üstə gəlsin, 20. Üstə gəlsin, 20, üstə gəlsin, 30, üstə gəlsin, 10, üstə gəlsin, 60. Cavab neçə edir? Siz gəncsiniz, jivoysuz, beyniniz daha yaxşı işləyir. Nə qədər olacaq? 240. 240. 240. Все. Belə ilk başdan çətin görün. Bunu daha asan da tapmaq olardı əslində. Mustafa, burada bəli, tapmaq olardı. Amma nəzərə al ki, mən yeni uşaqlarla ikinci tura başlamışam, bəzi uşaqlarla. Hacıram orada verdiyi hissələri qaralasaq, ümumisi görsənər də. Hı. Belə hamısının cəmi Hı-hı. gözünə bərabər. Bəli, elə də çox rahat tapa bilərsiniz. Amma ümumiyyətlə yadınızda saxlayın ki, şeylə daha yaxşı gedir. 68-ə baxaq. 60 məncə yoruldum o boyda şey işlədim. 68-i izah eləsin görüm. Elə Mustafa izah elə, sonra başqası, niyə başqasını verərəm. Türkçə fiskan yoxdur deyəcəkdim, yox. Hə? Deməli, içində də 211 var. Görüm ikisində nədir? Birində Hə, iki dənə birində mətn var. 16-dır. Aha. Fikirləşək. 211 vurulsun 16 bit. Vurulsun 16, üstə gəlsin. İki Üstə mətn. gəldi olmalı. Hə, iki mətnin cəmidir. Hı. Hə. Üstə Üstə gəlinsin. gəlsin, 211 vurulsun n. N bərabər. Bax, iki dənə mətnimiz var. 5 vurulsun 213. 5 vurulsun 200. Bir dənə gözlə, mən bir dənə bu hissəni deyib, sonra Mustafa davam elə. Uşaqlar, iki dənə mətnimiz var. Ümumicə, bax, 5 kilobaytı bitə çevirdik. Və bir dənəsi. Hər ikisi 2048 simvoldur. Birinin 16 bit olduğunu bildirir, birincini bildirmir. Buradan yeni tapırıq. İndi deyim Mustafa, davam elə. Bundan sonra hər tərəfi 211-ə bölək. İfadə asanlaşdırdı biraz. Bölək, 211-ə bölək ki, işimizi asanlaşdıraq. Sonrası sadə tənliklə məncə hamı əldə edə bilər. Aha, davam elə də. Davam elə görək cavabı 26 alır. üstə gəl n bərabərdir. 8, 4. Bərabərdir. 5 vurulsun 2 üstü 2, o da 20-yə bərabərdir. N-imiz də 4-dür. Bəli. Bizdən əlifbanın gücünü müəyyən edin dediyinə görə n 4 uşaqlar. Amma cavab neçə olacaq? Cavab qaçıb 4-ü götürdünüz. 2 üstü 4 olur. Bəli, n 2 üstü 4-dür. Yəni maksimum deyir 16. Cavabı C variantı. Cavab səhv çıxmıyor. Nə demişəm 68-ə? Gedirəm 69-a. Ay, Sevinç Niyazova. Gəl 69-u bir yerdə işləyək. 16-nı 2-nin qüvvəti şəklində göstərə bilərəm Niyazova. Üstündə 2 yazacağıq. O da 2 üstü 8 eləyəcək. Sonra 8-i də 2 üstü 3 üstündə 3 yazıb 2 üstü 9 eləyəcək. Aha, 5-i də 2-nin qüvvət şəklində göstərə bilərsən də Niyazova. 2 üstü 2 üstə gəlsin. 2 vur 2 üstü 1. Vur yox. Üstə gəl 2 üstü 0. 2 üstü 2 4 elədi. 2 üstü 0 1 elədi. 5 aldı. Yazıram 2 üstü 9 üstə gəlsin. 2 üstü 8 üstə gəlsin. 2 üstü 2 üstə gəlsin. 2 üstü 0. 9 var, 8 var, 7 yoxdur, 6 yoxdur, 5 yoxdur, 4 yoxdur, 3 yoxdur, 2 var, 1 yoxdur, 0 var. Bu cavab hardadır? Gözüm ağrıyır uşaqlar. Mənim seçməyim bir mümkündür. Hansı variantdır cavab? A-da. A-da. Yoxlaya da bilərsiniz özünüz.
70-ci sual asan sualdır. Deyir, buraxılışı e, 230-dan böyük olanlar. Buraxılış 230-dan böyük olanlar hansılardır? 2, bir də ki 5. O, blok 1-dən blok 2-ni toplayır uşaqlar. Blok 1-dən blok 2-ni toplayanda 630-dan böyük olanlar. İkisini də toplayıram, bax, bu ikisini toplayıram. 630-dan böyük eləyir. 1'dir, 2'dir, bir də ki 5'dir. 1, 2, bir də ki 5. Orada Beş. birləşmə olduğuna görə 1, 2, 5 verəcək bizə. Sonra bura baxaq. 15 daxil etdiyimizdə nəticəni müəyyən edin. Bunu qısa da yaza bilərdik, amma əgər şey eləyənmirsinizsə, belə də getirir. 15. Mədinə, buradasan, Mədinə. Yani mən Gəl bir yerdə işləyək olar. var. Asan yolda var Mədinə, amma gəl addım-addım gedək ki, zaten götürə bekləyəcəm ona görə. 15. Düşürəm aşağı, həyə, S-in üstünə 1 gəldi. Neçə elədi Mədinə? Sən de, mən yazım. S2 eləyir. İ, İ'nin üstünə də bir gələndə eləyir 4. Sonra yenidən qalxırıq yuxarı. aha, S-in Baxırıq görürük 4 15-dən kiçikdir. Yenə düşürük S-in üstünə 1 gəlirik, eləyir 3. 4-ün üstünə yenə 1, 5. Belə davam eləyir. Aha, bu arada E'nin qiyməti 15 idi. Qoyun bunu mən yazım tez-tez. S oldu 4, I oldu 6. İndi bunun asan yolunda mənə deyəcək Rəna. 15, S oldu 5, I oldu 7. O gün yazıqlar görmə, niyə uzun yollarına getmişsiniz? Kimsə mənə YouTube'dan şey bildirmişdi. S oldu 6, I oldu 8. Gəldim burada, yine yoxlayırdım da. Uşaqlar, ona görə asan yoluna gedirəm ki, bu çox uzun gedir. I oldu 9. Gəlirəm bura, şərt doğrudurmu? Doğrudur. S oldu 8, I oldu 10. Şimdi mən getdim 9, I oldu 11. Nasıl yazmışam, yazacağım axıra qədər. 10, I oldu 12. Şərt doğrudurmu? Doğrudur. S oldu 11, I oldu 13. İ'nin qiyməti idi də, düzdür, hə. Şərt doğrudurmu? Doğrudur. S oldu 12. I oldu. Səhv edə bilərəm ha uşaqlar, çünki bu qədər uzun adamı yorur axı. I oldu 14, 15. Şərt yenə doğrudur. Doğrudur. S oldu 14, I oldu 16 və çıxdıq. Bizdən nəyi soruşurdu ay uşaqlar? S-in qiymətini soruşurdu. S-in qiyməti neçə oldu? 14 oldu. Sonuncu qiyməti. Ay Rəna, bunu rahat yolla nətər yazardın? Dördüncü sayını tapmaq mümkündür. Çünki İ'nin başlangıç qiymətdə var, son qiymətdə var. Aha. Hər ikisi deyildi ya, 15-dən 3 çıxıb bir gələndə 13 eləyir. Həm də S-in də başlanğıc qiyməti 1 deyə, birinin üstünə 13 gələndə var 11. Bunu deyəsən bəlkə yazsam. Ay Rəna. İ'nin başlanğıcı 3'dür. Ay sağ ol. Nə qədər üstünə gəlir? Sonunda 15. 3 üstə Yəni gəlinsin. 15 Bir kada intervallar arasında. K ilə götürürdük. Xatırlayırsınız uşaqlar? K ilə götürdüm. Düzdür? Bu da elədir. 3 üstə gəlsin 1K. Gətirib i'ni burada yerinə qoydum. Düzdürmü? E'nin də qiymətini yerinə qoydum. 15. Hə, davam edə üzr istəyirəm. Sən davam edə. K kiçik bərabərdir 12-dən. Aha. Bu 12'dir. Əslində işarə dəyişməli deyə. İşarə dəyişməli. Hə, düzdür. Sorry. İşarəni dəyişdi. Burada da dəyişməlidir. Aha. 12-dən də böyük 13-dür. İ'nin S'in başlanğıc Deməli böyükdür. S'in başlanğıc qiyməti də 1 olduğuna 7, birinin üstünə gəlin 14. Keçək bura. Bu da bunu bayaq izah eləmədim. Hə, reversi burada fərqli yerdədir. Çocuklar, gəlin bunu götürün bu digər tərəfə atın. Hə, hər
hər dəfə gedirik, i-dən qiymət götürürük. Türkanə buradadır, Türkanə kömək edəcək. Mən deyirəm Türkanə, davamı sən götür. İ'nin ilk qiyməti nə götürəcək? 1 olur mən. 1 olacaq. İndeks nəyi axtarır? Baba, bu nəyi axtaracaq? Ay Türkanə. İndeks 0. İndeksi. Birin indeksi bizdə nədir? Bax, 1. Bax, bura 1 yazıram. İndeksdə bizdə indeks axtarır. İndeksin, birin indeksi nə olacaq? Ay Türkanə. Mikrofona Sıfır danış. 0. Danış, davam edə. Aha. Bərabərdir nəyə bu? 2'ye beraberdir. Bunu silib yanına yaza bilərəm ki. Reversi Bəli. sondadır da. Sonra i alacaq 2 qiymətini. Sonra 2'ni 1'de alır. Onun da yerine 3 alırıq. 1'dir. Bunu da yerinə gedib 3 yazıram. Sonra i gedir alır 3 qiyməti. Bura 3 yazanda 3-ün indeksini axtarır. 3-ün indeksi neçədir? 2'dir. 2'dir. İ'nin də üstünə gəlir yenə 1'i 4'dür. Bunu da bu ikinci indeksi silib yerinə 4 yazıram. Sonra i alır 4 qiymətin. 4'ün indeksi neçədədir? 3'dür müəllim. Bu da 5 alır. İçeride 6. İ'nin qiyməti 5'dir. 5'in indeksi neçədir? 0, 1, 2, 3, 4, 5, 4. Bu da aldı 6. Bunu da sildik 6 yazdı. Sonra revers elədiyinə görə nə yazacağım Türkanə? Revers Tersini yazıp müəllim. 6, 5, 4, 3, 2 yazacağım. Düzdür? Bəli müəllim. Bu hardadır cavab? B variantı yazmışıq müəllim ama cavab A çıxır. A çıxıb. Yox, B'dir uşaqlar. Reversini burada eləyir, axı sonda eləyir. B'dir. Buna bir dənə də baxaram, amma B'dir. Yadıma salarsın, bunu yoxlayarıq da, yaxşımı? B'dir, B. 73'e keçirəm. Aşağılar IP ünvanları 0-255 arasında olurdu. El eləməliyəm ki, 255'i aşmasın. Bir dənə doğru, bütün variantları yoxlamayacağım. Bu tipdə suallarda elə variantla işləməkdir. Yəni, başqa bir şeyimiz yoxdur. Bir dənə A-nı işləyirəm. Bax, C-ni gətirib, bax, görürsünüz, nöqtə 115-dən başlaya bilmərəm, axı, get. 0-255 arasında olmalıdır və 4 dənə hissədən ibarət olmalıdır. Birinci hissə, ikinci, üçüncü və dördüncü hissə. Və nöqtə ilə başlamır. B variantını yoxlayıram. A-nın qiymətini yazıram 15. D-nin qiymətini yazıram. Özümdən nöqtə qoymuram. Görürsünüz, nöqtə arasında qoyulur. 21. Sonra D-dən sonra nə yazıb? B-ni. 7.29. Sonra C-ni yazıb. Nöqtə 115. Aşağılar görürsünüzmü? Elə B variantında bu ödədir. Digərlərini yoxlamır. Əsas məsələ odur. Deyir ki, aşağıdakılar sorğu tətbiq edilərkən sonra aşağıdakı nəticə alınmışdır. Hansı sorğu nəticəsində cədvəl alınmaz? Hə, aşağıda bu nəticə alınır. Bu deyir, bu sorğuların hansını eləsək bu alınmaz. Bax, soyadı bu ilə bitənlər alınır. Adında U hərfi olanlar, adı U hərfindən fərqli. Heç birinin adında U hərfi yoxdur. Adı U hərfindən fərqlilərdirsə seçər. Soyadında E hərfi olanlar. Hamısının soyadında E hərfi var. Ay uşaqlar, hamısının soyadında E hərfi yoxdur. Axı, Göyüşovun soyadında E hərfi yoxdur. Axı. Cavab olacaq B hərfi. Bunu da biz ilkini götürmürük. 70. Axı, burada adlarında da hamısının adında O yoxdur. Baba, bu fərqlidir demək deyil, qızım Nazım. Zaten deyil ki, U'dan fərqlidir. Bunu oxumağı mən oxumaq istəmirəm. Mələk oxuyacaq. Mələk de görüm nə deyir burada? Müəllim deyir ki, əlim sınav 1-dəki nəticə hamısını toplayacağıq. Əlinin sınav 1-dəki nəticəsi 60-dır. Əlinin sınav 1-dəki nəticəsi 60-dır. Əli yazıram 60. Sən demə yazım. Aha. Həsənin sınav 4-dəki, sınav 4-dəki 70-dir. 70'dir. Aha. Kompüter işləyir. Bu sıfır. İsmailin da sınav 3-dəki nəticəsi 90. 90. Bizə nəyi soruşur? Cəmisi. Toplayana neçə aldı? 220. Nə rahat sual. Hə, deməli, Mustafa 76-cı suala baxaq.
Yox, bir dəqiqə görüm orada kimlər var? Mustafa'nı dindirmişəm. Hamısı qaçdı getdi fiskal. Ay Leyla, Mədinəni danışdırmışam. Rəsul burdadır, Turanə burdadır. Turanə Leyla. Bəs Alidə hanı? Qaçdılar onlar. Hə, Leyla. Bəli. 76-ya baxaq. Düstur yazım ona uyğun olaraq rahat denir. Leyla. Hı, Müəllim, dərsi PDF qurtarandan sonra bitirəcəksiniz. bəli. Mənim 9-dan aşxanam var. Ona görə Get sayt. Get sayt. Dincəl 8-də idi. Sağ olun müəllim. Sağ ol. Deməli, rəng dərinliyi 4 dəfə artır, Hı hı, uzunluğu 2 dəfə azalır. Eni 8 dəfə artıb. hı Bu hı. uzunluğu ilə enini əsasən buradan o nəticəyə gəlirəm ki, 4 dəfə artır həmin bu həcmimiz. Rəng dərinliyi də Hı hı. burada cavab eynidir. Rəng dərinliyi də 4 dəfə artdığına görə Hı hı. 4 dəfə artıbsa 2 dəfə artıb. Tamam. Bir dənə arkadaşımız köməyə gəlsin. Rəyna 4 kömək dəfə artıbsa 16 dəfə artırdı onda. 16 dəfə artır. Rəyna bunu düstur üzərindən necə izah edərsən? Heç nə bilmirəm. Ona uyğun izah et. Mən en 4 dəfə artıbsa 4 en yazaram düsturda yerinə. 4-ün. Uzunluğu da 2 dəfə azalıbsa A bölü 2 yazaram. En A bölü 8 2. dəfə artıbsa 8B yazaram. 8-1. Aha. Orada hesablayanda 8-in 2 gedir 4 qalır. 4 qıbranda 16 AB'in qalır. Burada zaten A, B, N idi ilkin həcmdə. Sonra oldu 16 A, B, N. Leyla yadında saxla. Çox qəşəng izah elədin. Əla idi. Amma izahında bəzi qəbulda çaşacaqsan. Çünki qəbulda o qədər hesablamalar aparacaqsan ki, Leyla. Həm fizikanı, həm riyaziyyat işləyirsən axı. Beyin yorulur. Bir yerdən sonra dayanır. Ona görə yerinə qoyub yazsan daha yaxşıdır. Tamam mı? İndi belə elə. Tamam. Heç bir problem yoxdur. Bax, indi bu cür get. Sürətli get. Amma qəbulda o qədər yorulursan ki, baxırsan şeydir. Uşaqlar, 77-ci sual bizim qəbul tipli sualımızdır. Bilirsiniz ki, qəbula bu tip suallarımız çox düşür. Ona görə baxıram burada. 120, bax, burada nə çıxacaq? Bax, 120-ni bura yazıram. 120 3də 1-dir də qüvvətində. 3də 1-ində bizə nə verəcək? B-nin qiyməti neçə olacaq? Mustafa. Mustafa çay. Amma orada mənim təxmini 4 olur. 125 5-in qutudur. Aha. Çatmır da 4 olur. Çatmadığına görə aşağını götürür. 4 oldu. Gətirib burada qoyuram yerinə. Şərt doğrudur, hə. Uşaqlar, görürsünüz bu iflər eyni icrada yerləşir. Bu if doğru olsa da olmasa da mən buna onsuz baxacağam. Hər ikisinə baxacağam. İndi keçirəm hələ bura. Şərt doğrudur, hə. B-nin üstünə 1 gəldi. B-nin qiyməti 4. Üstünə 1 gələndə elədi 5. Sonra da printdə 5-in də üstünə 1 gəlib 6-nı çap edir. Endi o deməkdir ki, 6-nı çap edir və slash işarəsi qoyur burada qalır. Sonra gəlirəm bura. B-nin qiyməti, bax, bu B-nin qiyməti deyil, bu çapa gedən qiyməti. B-nin sonuncu qiyməti budur. Bax, burada mənimsətmə işarəsi var. Şərt doğrudurmu? Doğru. Deməli, biz elsiyə heç vaxt baxmayacaq. B-nin qiymətinə baxıram. Nədir B-nin qiyməti bizdə? B-nin qiyməti 6, 5 deyir uşaqlar. Demişsiniz ki, ay mənim, 5-i deyib 6-nı yazırsınız. 5-i 2-yə vururam, 10. Gəldi, axı slash burada dayanmışdı. Burada da bir 10 çap elədi. Təzədən slash yenə onun yanında dayanır, amma day bizim heç bir işimizə yaramır. Deməli, çapa getdi 6 ilə 10. 78-ə baxaq. Verilmiş HTML kodunun bütün atributlarını müəyyən edin. Uşaqlar, atribut keçən dəfə də yoldaşlarınızdan biri soruşdu ki, müəllimə, atribut nədir? Mən də dedim ki, bax, məsələn, A ki, biz yazırıq, herif onun atributudur. Image tagdir, atributu SRC-dir. İçində yazılanlar atributdur. Sonra image wise atributdur, hide atributdur, alt atributdur. Alt da bilirdiniz nə vaxt olurdu. Error verəndə şəklin altından çıxır ki, şəkil sözü yazılır bura. Şəkil açmır bəzən. Deməli, neçə dənə atributumuz oldu? 1, 2, 3, 4, biz sayı soruşmurmuş, özlərini soruşurmuş. Hə, hansı variantda bunlar göstərilir? Üzr istəyirəm, uşaqlar, burada da var hələ. Fontun da atributu, bir də burada color var. Başqa var, yoxdur.
Deməli, herif SRC, Vice, hündürlük, aşağı. D variantı. İçində yazılanlar deməli atribut oldu. 79 rahat sualdır, şifrələnmədi də. Nəticədə elm sözü alınmışdır. Deyir ki, açar söz açıq açılan şifre və əvvəlki şifrələnmədən əvvəlki ilkin sözü müəyyən edin. Bilmirəm sözüm nədir, şifrələnib və elm olub. K3 ilə. Deməli, mən 3 addım geri qayıdacağım. E-dən 3 addım geri qayıdıram, ay uşaqlar. 1, 2, 3. C hərfi oldu. Bu-dan 3 addım geri qayıdıram, ay uşaqlar. 1, 2, Q hərfi oldu. Sonra M-dan 3 addım geri qayıdıram. 1, M-dan 2, 3. Ay uşaqlar, mən nətər geri qayıtdım ki, bu ikisində də eyni oldu. Buradan 3 addım geri qayıdıram. 1, 2, 3. J eləyirmiş. Və demirlər. Het demirlər. Paxlı uşaqlar sizi. Mənə kömək eləmirsiniz. 1, 2, 3. Qıda buradadır. Hə. Deməli, cavabımız nə oldu 79-da? C, J, Q. C, J, Q haradadır? D variantında. 80-ci sualı vəddinə izah elə görüm. Yazmısan? Yoxsa sual? Yazmısan yoxsa sualı 80? Yo, deyə bilərəm. Deyim. Əlbəttə də səndən istəyirəm də. B-də bizdən əlinin sayını istəyir. Burada da 4 dənədir. C variantında Z-ləri istəyir. Z-də olmadığına görə finddə onda -1 verir. Aferin qızım. D-də də həmçinin deyir ki, 3-cüdən sonra A-nı istəyir, A-nın indeksini. Amma yenə A olmadığı üçün -1 verir. Sonra da B-nin üstünə C-ni gəlir eləyir -2. Sonra da onu yenə -1 vururuq. O da toplayırıq. Cavab bizə verir. 4-ü verirdi deyəsən. C variantı olur. Bir dənə də hesabla. 4-ü. Gəl yazım. 4-dən O yazım gör. çıxan biri 3. Bildim. 4-dən çıxan birini 3 eləyir. Onu da vururam, üstünə gəlirəm 2 eləyir 5. A variantı. Ay sağ ol. 81-ci sualı. Mələkdə görüm 81-ə nə yazmısan? Necə yazmısan? Ağarmısan? Qızım Nazım. Mən yazmamışam onu. Ay Allah, ay Allah. Leyla nə yazmısan? Hansına? 81 deyil. Ay Leyla, məni izləmirsən sən. Çox üzüldüm, çox üzüldüm. Nə qayırdın? Dərs oxuyurdum. 81 mənim də sualımdır. Bəs sən məni nətər izlə? Dərs oxuyursan, həm də bu dərsə qoşulmuşsan. Nətər olur bu? Elə şey mi olur? Ay Leyla, dərsə qoşulanda dərsə qoşulursan. Dərs oxuyanda da dərs oxuyursan. Olmaz belə. İki şey bir yerdə eləmirlər. Yəni kameranı açdırım mı saxlayım hamınızı? Aya bir ədəd, uşaqlar, mən burada özümdən yalnız ədəd verə bilərəm. Məsələn, çox böyük bir ədəd də vermirəm. 8 verirəm, çünki 2-yə bölmə vurma var axı. 2-yə böləndə 4, 4-ü 2-yə vuranda 8. 8 üçün qalxdı yuxarı. Da çox da şey eləməyəcəm. 1. Görüm nəyə axtaracaq? 8 1-dən böyükdür? Hə. Retronun 8 üstə gəlinsin. 8-dən də 2-sin çıxan neçəsi qalacaq? 6. 6 üçün qalxır yuxarı. Şərt doğrudurmu? Doğrudur. Gəldi bura. 6 üstə gəlsin. F4. 4 böyükdürmü 1-dən? Hə, gərək daha yaxşı ədəd götürəydim. 4 üstə gəlsin. F2. Qalxdım yuxarı. 2 böyükdürmü 1-dən? Deyirəm ki, hə. Leyla qulaq asırsan. 2 üstə gəlinsin. F. Və qara siyahma düşdü. 2-dən 2-sin çıxanda neçəsi qalacaq? 0. Gəlirəm bura. 0 böyükdürmü 1-dən? Yox. Elsiyə keçir və mənə 0 qiymətini qaytarır. Deməli, bunun qiyməti oldu nə? 0. F0 idi burada biz. F0 almışdım ki. Hə, nəysə. Bunun qiyməti oldu 0. 2-nin üstünə 0 gələndə 2 elədi. Deməli, bunun qiyməti 2-dir. 4 ilə 2-ni toplayanda 6 elədi. Bunun qiyməti oldu 6. 6 ilə 6-nı toplayanda 12 elədi. 12. 8 ilə də 12-ni toplayanda 20. Deməli, bax, mən F, bax, burada 8 daxil etmişdim. 20 ilə çıxdım. İndi baxaq görək nədir? 2-yə bölünməyini yoxlayır. Yox, biz burada 2-yə bölünmə. Cüt ədəd tapır. Yox. Daxil edilən ədədə kimi ədəd də daxil olmaqla cüt ədədlərin cəmini tapır. Bunu bir dənə yoxlayaq. Bax, daxil edilən ədədə ədəd də daxil olmaqla. Cüt ədədlər 2, 4,
6, 8. Toplayanda 20 eləyir. 10. Bəli, 20 eləyir. Deməli, cavabımız nə oldu? C variantı. Sayır, saymır. Mən sonda 20 almışam. Uşaqlar, sonda nəticəyə baxın, ona uyğun olaraq da şey çıxarın. 82. Mədinə 82-ni gəl bir yerdə yazaq. Bu sənin bayaq sualın idi. Bax. Hə. De görüm. 124 2-yə tam bölünür. Ona görə düşürük ikinci ifə. 4-ə də tam bölünür. Ona görə düşürük üçüncüyə. Amma üçüncüdə 3-ə böləndə tam bölünmür deyə Bunun ümumiyyətlə orada saxlayırıq. bax bunun elsesi yoxdur. Bax bu bunun elsesi idi. Bu da zaten doğru olduğuna görə bu silinir, yerinə yetirilmir. Bu da baba bunun elsesi idi. Ona görə mən bunu da görmürəm. Çünki bu doğru oldu axı. Çünki bizə nəyi soruşur? Bizdən ikisi soruşur. Elə 124-də qalıb. Düzdür? Evet, Bəli. aferin, aferin, aferin kızım. Neçə sualdır bu? 87 rahatdır. Bu da rahat sualdır. 83'ü izah elə görüm. Kim var orada? Yaz baba, 83'ü yazmışsan. Xeyr. Mesut'dan soruşun. Mustafa. Ay Mustafa. Bəli, mənim. 83'ü yazmışsan. Vəliyev Mustafa var ya. Yox, sən. Hayır. Vəliyev Mustafa. Bəli, mən Hə, yazmanı yazmışam mən. Zahim. bəli. Başda mən x götürürük, x-dən 3 MB çıxırıq. O da bərabər edir ki, yəni burada qalanların hamısını bərabər edirik. 2 vuraq 7 MB üstə gəlir, 4 vuraq 13 MB üstə gəlir, 3 vuraq 4 MB. 4 MB. 5 ilə ona taf çıxırıq, x-də 108 alır. Gözdə görüm nə deyir. Bir dəqiqə. Tam dolu diski 30 megabaytlıq fayl silindi. Qovluqdan hər bir 7 megabayt olmaqla qrafik fayl, bu qədər fayl qaldı. Fayl silməmədən diskin həcminin neçə megabayt? Heç nə. 30 megabayt silinib, düzdür? Amma bizdən ümumi həcmi soruşur da, düzdür? Onda nə edəcəksən? Mən başda x-də başdan üstünə neçə silinibdirsə, yəni onu tapacaq. 30 megabayt silinib. Sonra amma deyir ki, qovluqda da qalıb. Qalıbsa nə ayrım ay Mustafa? Bərabər edir. 7 megabayt 2 üstə gəlsin 13 megabayt vur 4 üstə gəlsin 4096 kilobayt megabayta çevirirəm. Çevirə bilərəm. 1024-ə böləndə neçə düşür? 4 MB eləməlidir. Aha, 4 megabayt vurulsun 3-ə. Все, qutardı getdi. Burada da x neçə verir? X-dəki hesablayan 108 alındı. Все, da mən də yorulmuşam da 108 hesablamayacağım. 84'ü Mustafa, o biri Mustafa səhv deyəsən yaza bilmirdi. Nə idi? Bilmirəm problem nə idi. De görüm. 49 xanası var. Yəni 49 dənə 0 və 1'im var. 49'dan 35'e çıxırıq. Aha. 35 dənə 0 Biz var. orada yönəldilməmiş sözünü soruşurdum. Mən tillidiyi 2'ye böləcəyik. Bəli. Neçə dənə birimiz var? Orada deməli 14 dənə birimiz var. Ona 14 yarıya böləndə bir. Bəli. Tilin də sayın tapanda dedik ki, birlərini sayın bölürsüz 2'ye 7 dənə tilimiz olacaq. 35'i də deyim Mustafa da ki, ya danışmışsın. 35. Mənim orada ü-dən sonra qoyuruq onu. 3 dəfə delete basanda əlılığı gedəcək. 1, 2, 3. Aha. Bəs 5 də basır. 3 dəfə backspace basanda m-ü gedəcək. Aha. 4 dəfə də A-ya basırıq. Onsuz da bizdən simvol olsan istəyir. Aha. 4. Üstə gəlsin, imdə də 2 dənə var. Aha. 6 simvol. 6. Leyla Deflə aran məncə o qədər yaxşı deyildi o gün bildiyimə görə. Defi izah elə görüm. Yazmışam. Mən 9 yazmışam, cavab 22. Mədinə. Məndə səhvdir. Hə, tamam, onu gəlin belə özüm izah edirəm. 2 nəfər də göstərdi. Baxın, K-ya 6 verdim. F6 üçün qalxıram yuxarı. F6 üçün qalxıram yuxarı. X-in də üstünə 2 gəldi. Oldu neçə? 8. 8 böyükdür 5-dən. Hə, return görün nə qaytarır bizə.
X, yəni X-imiz qiyməti neçədir? 8 üstə gəlinsin F. Bu riyaziyyatda bilmirəm sizdə nədir? Yadımdan çıxdı. Neysə, sözləri deyəmmədim. 8-dən 3-ün çıxanda 5 qalır. F5 üçün deməli qalxmalısın da yuxarı. F5 yoxdur axı əlimdə, nə bilim nədir. F5 üçün qalxıram yuxarı. X də bərabər olacaq 7-yə. 5-də axı. 7 böyükdür 5-dən. Deyirəm, hə. Onda deyir ki, 7 üstə gəlinsin F. 7-dən də 3-ü çıxanda qalacaq neçə? Hə, ay, sağ ol, odur, Rəna. 7-dən də 3-ü çıxanda qaldı neçə? 4-dür. İndi təzədən, axı F4-ün də qiyməti yoxdur mən. F4 üçün qalxıram yuxarı, F4. Düşürəm aşağı, X olur 6. 6 5-dən böyükdür, hə. Yenə deyir ki, 6 üstə gəlinsin F. Bizdə X-imizin qiyməti 6-dır. 6-dan da 3-ün çıxanda qaldı 3. F3 də yoxdur mən. F üçün qalxdım. 3-ün də üstünə 2 gələndə 5 elədi. 5 5-dən yox. Elsiyə keçir. Return qaytardı 1-i. Deməli, bunun qiyməti, Mədinə, bunun qiyməti bizdə 1-dir. Gətirib bunun qiymətini yerinə qoyuram. Elədi 7. Deməli, F4-ün qiyməti nədir? 7-dir. Getdim, qoydum bura. 14. Deməli, F5-in qiyməti neçədir? 14. 14 ilə də 8-i toplayanda neçə elədi Mədinə? 22. 22. Bir dənə də 87-yə baxaq. 2 saat, yarım, 3 saatki dərsdəsiz. Bilirəm ki, yorulmusunuz. Sən nə işə yazıblar, biraz Siçan. Daxili yaddaş qruplarını seçin. Birə nə gedəcək? Daxili yaddaş qrupusu, RAM. Başqa daxili yaddaş qrupusu var, burada görmürəm. Xarici yaddaş qrupusu. Hansı yaddaş qrupumuzu? HDD. Əlbəttə ki. HDD. Qutardı. Başqa var, görmürəm. Giriş qrupusu, skaner. Monitor çıxışdır. Ümumiyyətlə heç burada iş yoxdur. Bir də Sıçan Siçan. da var mənim girişdə. Bəli, Siçan da var. Siçan da qeyd elədim. Qutar deyildi. Belə. Bu oldu. Güvənli. Uşaqlar, məncə asandı idi. Şeylərində tiplərinə aid əvvəlcə sizə misallar işlətməliyəm. Ondan sonra